Hər kəs salamlayıram. Mən Murad Özal Arifoğlu. Sizdən xahişim bu videonu sona qədər izləyin. Əziz abituriyentlər, müdavimlər və sertifikasiyaya hazırlaşan müəllimlər. Artıq tarix dərslərimizə başlayırıq və bugün sizə ilk dərsimizi, ilk mövzumuzu izah edəcəm. Bugünkü mövzumuz test tapşırıqlarında qarşımıza çıxan bir məsələdir. Tarixdə təqvim məsələsi. Əvvəl ondan başlayaq ki, təqvim tarixdə çox önəmli bir yerə malikdir. İllər, xronologiya bilirik ki, çox önəmli yerə malikdir və biz qədimdən artıq təqvimlərdən istifadə etmişik və insan cəmiyyəti təqvimsiz yaşaya bilməzdi. Bir hadisəni mütləq ki, özü üçün başlanğıc nöqtə təqvimin ilk ili kimi qəbul edib. Məsələn, lövhəmizdə də gördüyünüz kimi qədim Misirlilər Nil çayının daşmasını özləri üçün bir əlamətdar hadisə hesab edirdilər və bu onlar üçün təqvimin başlanğıcı idi. Məsələn, eramızdan əvvəl 776-cı ildə qədim Yunanıstanda ilk Olimpiya oyunları keçirildi və Yunanlar üçün bu deməli təqvimin başlanğıcı oldu. Eramızdan əvvəl 753-cü ildə Roma şəhəri salındı və qədim Romanın tarixi başlandı. Böyük bir əzəmətli Romanın tarixi bu hadisədən başladı və Romalılar təqvimlərinin əsasını, başlanğıcını məhz eramızdan əvvəl 753-cü ildən götürdülər. Ümumiyyətlə, qədim dövrdə təqvim yaratmış xalqlar Misirlər, Babillər, Çinlilər, Romalılar və Mayyalılar deyə bilərik. Həmçinin Şumerləri də bu sıraya aid eləyə bilərik. Deməli, Misirlilər, Şumerlər, Babillər, Çinlilər, Romalılar və Mayyalılar təqvim yaratmışlar. O cümlədən bugünkü dünyamızda əsas iki təqvim var. Biri miladi təqvimdir. Miladi təqvim İsa Peyğəmbərin anadan olması ilə başlayır. Eramızdan əvvəlki tarix, miladdan əvvəlki tarix bitir və İsa Peyğəmbərin anadan olduğu tarix 1-ci il qəbul olunur. İndi 2025-ci ildir. Deməli, 2025 il əvvəl İsa Peyğəmbər anadan olub. Hicri təqvim var. Bir sıra İslam ölkələrində istifadə olunur. Deməli, Məhəmməd Peyğəmbərin 622-ci ildə, miladın 622-ci ilində Məkkədən Yəsribə, yəni daha sonra Peyğəmbər şəhəri olacaq Mədinəyə köç etməsi hicrəti ilə başlayır və burada il 354 gündür və hər 32-33 ildən bir hicri təqvim, miladi təqvimdən bir il qabağa gedir. İndi bir əsr 100 ildir, yadda saxlamaq lazımdır, yarım əsr 50 ildir, bir qərinə 33 ildir, bir rüb 25 ildir. Bir də burada ən əsas diqqət eləməli olduğumuz məqam bu ilki milli imtahanında bir çox müdavimin qarşıq saldığı məsələ. Məsələn, 25-ci il artıq 20-ci illərin ikinci yarısı sayılır. 35-ci il 30-cu illərin ikinci yarısı. Hər hansısa bir deməli 5 varsa 15, 25, 35 artıq həmin illərin ikinci yarısı hesab olunacaq. İndi biz hicri təqvimi miladi təqvimə necə çevirək? Məsələn, 2021-ci ildə milli imtahanlarına düşmüş bir sual var. Hicrinin deməli 138-ci ilində deməli baş vermiş hadisəni müəyyənləşdirməliyik və hicrinin 138-ci ili bildiyimiz kimi, dediyimiz kimi 622-ci ildən deməli 138 il sonra nəzərdə tutur. Yəni 628-in üzərinə 138 gələcək, 760 edəcək və hicrinin 138-ci ilində baş vermiş hadisəni istəyirsə bizdə. İndi burada variantlar var. Məsələn, digər variantları demirəm. Məsələn, Kordova xilafətinin yaranması. Hicrinin 138-ci ili miladi təqvimin neçənci ili edəcək? Bax, bunu dəqiq bilmək üçün deməli 138-i 32-yə və ya 33-ə böləcəyik, yenə də cavabımız 4 alınacaq və 760-dan həmin 4-ü çıxacaq. Cavab da alınacaq 756-cı il, yəni Kordova xilafətinin yaranması. Yəni hicri təqvimin 138-ci ili, miladi təqvimin 756-cı ili edəcək. Yəni, belə deyim, hicri təqvim neçənci ili deyirsə, miladi təqvimlə, yəni 622-ci illə o hicri təqvim dedikləri ili toplayacağıq. Sonra o deyilən hicri təqvimi 32 və 33-ə böləcəyik. Alınan cavabı topladığımız miladi təqvimlə deyilən hicri təqvimin toplandığı ildən çıxacağıq. Məsələn, 622 138 demişdi, topladıq 760 elədi və 760-dan 138 32-yə və ya 33-ə böldük 4 alındı. Onu çıxacaq 756-cı il
756-cı il edəcək. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Hər gün tarix dərsimizdən videolar paylaşacağım. Artıq sabahdan ibtidai icma quruluş mövzumuza başlayırıq. Hazırlıq istəyənlərsə direktdə yaza bilərlər. O cümlədən deməli 051 596 67 16 nömrəsi ilə əlaqə yarada bilərlər. Rəy bölməsində də hazırlıq üçün müraciət edə bilərsiniz. MİRC sertifikasiya və deməli abituriyent hazırlığı var.